Merhabalar, size bu videomda Avstriyaya necə köçdüyümü, burada hansı çətinliklərlə qarşılaşdığımı, ümumiyyətlə əvvəlcədən bunu bilsəydim, hansı addımı atardım və necə hazırlaşardım bu prosesə, onlar haqqında məlumat vermək istəyirəm. Mən hardasa 2016-cı ilin axırı Avstriyaya köçdüm və burada həyatıma, yəni indiyə qədər davam edirəm. Mən əslində təhsil yolundan gəlmişəm bura. Avstriyaya gəlməyin yollarından, yəni Avropa ümumiyyətlə gəlməyin yollarından mən bildiyim qədərilə 3 yolu var. Ya təhsil, evlilik və ya iş vizası. Mən bunlardan təhsil yolunu seçdim və Viyana Universitetinə qəbulumu aldım. Dokumentlərimi düzəltdim və Avstriyaya gəldim. Aldığım qəbul sənədi ilə Azərbaycandakı Avstriyanın səfirliyinə müraciət elədim və oradan mənə sənədlərin siyahısı verildi və bu sənədlərin siyahısını tamamladıqdan sonra bütün sənədlərimi geriyə verdim və oradan mənə 3 ay ərzində D vizası verildi. Və bu D vizası ilə mən Avstriyaya gəldim. Bu D vizasının müddəti 4 aydır və bu 4 ay içində mən oturumu almalı və universitetimə başlamalı idim və mən haradasa 7-ci ayda gəldim və 8-ci ayda vizamı almışdım. Və oturumu sıraca almırsınız. Sonra burada bir idarə var, o EMA 35, hansı ki vizalarla, oturumlu kartları ilə məşğul olur və ora müraciət edirsiniz. Onlar sizə siyahı verir. O siyahıdakı sənədləri yenidən tamamlamalısınız və ora müraciət etməlisiniz. Ondan sonra 2 həftə, 3 həftə ərzində vizanızı almış olursunuz. Mən eyni prosedurlardan keçdim və Avstriyaya gələndə hansı çətinliklərlə qarşılaşdım? Bura gələndə əlbəttə ki, hamıya məlum olduğu kimi birinci maddi çətinliklər. Çünki Azərbaycanda manat, burada isə evro idi. Ondan sonra kirayə ev tapmaq burada həddindən çox çətindir. Çünki səndən kontrakt istəyir. Təbii ki, tələbələr üçün tələbə yataqxanaları, VG-lər var. Mən tələbə yataqxanasında ilk dəfə olanda mənim ümumiyyətlə bəyənmədim. Yəni mənə uyğun bir yer deyil. Mən belə ümumi kuxnyası, ümumi hamamı olan yerlərə yaşaya bilmərəm. Ona görə mən VG-yə daşındım və VG-də yaşadığım müddətdə aktiv olaraq özümə kirayə ev axtarmağa başladım və işə başladım. Deməli, oturum kartınız tələbə kartı olur və bu tələbə kartında orada dövlət sizi 20 saatlıq icazə verir. Amma siz işi necə tapırsınız? Əgər siz iş yeri sizə deyirsə, okey, mən sizi işə qəbul edirəm. Burada AMS deyə bir dövlət idarəsi var. Siz ora müraciət edirsiniz, sizə bir 5 kağız verir. O kağızla iş yerinə müraciət edirsiniz və iş yeri sizə o pozisiyanı verir. Və həmin o kağız 6 həftə ərzində məktubla evinizə gəlmiş olur. Ümumiyyətlə burada da bürokrati çox irəlilədiyi üçün hər şey belə məktubla, ondan sonra postla belə həll olur. Yəni mən bura gələndə buna alışıq deyildim. Yəni poçtla evə nəsə gəlsin ya da mən poçtla nəyisə göndərməli olum. Belə bir şey alışıq deyildim. Deməli, vizanı alandan sonra işə başladım. İşə başlayandan sonra aktiv ev arayışına keçdim. Amma ona qədər VG-də qalırdım. VG necədir? Məsəl üçün bir ev sahibinin 5 dənə otaqlı evi, 5 otaqlı bir evi var. Onun hər otağını verir kirayə. Bu VG-dir. Wohngemeinschaft, yəni birlikdə yaşayış. Və onlarda da ümumi bir kuxnyadır. Amma tələbə yataqxanasında ümumi bir etajın maksimum 2 kuxnyası olur. Amma bu VG-də isə heç olmasa 4 otağın əslində kuxnyası olur da. Və eyni zamanda öz otağında xlandeynik, soyuducum var idi. Məni o rahat eləyirdi. Soyuducum və özümə və 3-4 adamın istifadə elədiyi hamam tualeti idi. Yəni bütün bir dənə etajın istifadə elədiyi hamam tualet deyildi. Ondan sonra VG-də yaşadığım müddətdə kirayə ev tapdım və ora çıxdım. Və mən yadımdadır ki, ilk dəfə bir dənə onların internasional avtovağazaları var. Gəldim, ora düşdüm. Və ümumiyyətlə nə kirayə ev var idi, heç qalacağım deyə yer də yox idi. Sadəcə olaraq internetdən bir xanımla danışmışdım. Xanım mənə demişdi ki, bu ünvana gəl, axşam 11-də mən işdən çıxacağam və qapının ağzında məni gözlə, səni götürərəm. Yəni danışarıq və gələrsən, qalarsan. Mən də okeyləmişdim, amma mən getdim o ünvana axşam saat 7-də. Düşündüm ki, xanım indi 11-ə qədər oturub gözləyərəm də. Onsuz da heç aranı tanımıram, yəni eləyəcəyim bir şey də yoxdur. 11 oldu 1 oldu 3 və xanım gəlmədi və mən baxdım internetdən otel tapdım. İlk olaraq otelə getdim və bütün gecə ərzində internetdə çox aktiv arayışa girdim. Ondan sonra o VG-ni tapdım. O VG-dən sonra bu xanımla biz yarışmağa davam edirdik və bir
1-2 ay sonra elə bu xanımın yanına köçdüm və indiyəcən onunla əlaqəm var. Yəni çox yaxın dost olduq, can yoldaşı olduq bir-birimizə. O da tək bir xanım idi, hansı ki burada yaşayırdı. Mən də bura tək gəlmişdim. İkimiz də tək idik, bir-birimizə can yoldaşı olduq. Amma belə bir şey var ki, onun haqqında da məlumat vermək istəyirəm ki, burada kirayələr, ümumiyyətlə kommunal xərclər, kirayələr həddindən çox bahadır. Məsəl üçün mən VG-də onda 550 evro verirdim. Bir otağa 550 evro verirdim, plus 150 evro 3 ayda bir kommunalna verirdim. Amma bu xanımın evinə köçəndə bir otağa 450, 2 otaqlı ev idi, birində o qalırdı, birində mən 450 evro pul verirdim və 3 ayda bir 300 evro kommunalna pul verirdim. Ondan sonra ama artıq işə girmişdim və işlədikcə əlavə iş saatlarım da yazılırdı. Ona görə mənə sərf eləyirdi, yəni. Və ildə semestrdə bir dəfə də 1200 evro təhsil haqqımı ödəyirdim. Yəni mənə görə hava xoş idi. Amma sonra zaman keçdikcə əlbəttə ki, yana da maaşlar qaldı, amma hər şey həyat daha da bağlaşmaya başladı. Amma o zamana qədər də artıq mən dilimi də inkişaf elətdirmişdim. Ona görə almanlarla işləməyə başladım. Və burada plusları nədir? Burada əgər siz işləyirsinizsə, bir ildə 12 yox, 14 maaş alırsınız. Sizi bir dəfə vaynaqda, yəni yeni il ərəfəsində 14-cü maaş alırsınız. 7-ci maaş da Urlava gedəndə, yəni 6 aydan sonra bir tətilə gedəndə əlavə maaş alırsınız, yəni işləmirsiniz və yeni ildə də əlavə maaş alırsınız. Bir ildə 14 maaş almış olursunuz və amma bunu baxır işverən sizə verirmi, vermirmi? Çünki Türk yerlərinin əksəriyyəti bunu vermir, yəni işçidən kəsir. Amma Alman yerlərində mən hələ elə bir şeyə qarşılaşmamışdım, yəni hamısında da verirdilər. Sadəcə olaraq bura gələndə, əgər sən dili bilmirsənsə, ümumiyyətlə Almanca işlə bilmirsən, sadəcə ingiliscə bilirsənsə, sən başlıqda heç kəsə lazım deyilsən. Ona görə belə əlavə işlərə gedirsən, ya da türklərlə işləməyə başlayırsan. Görürsən ki, Almanla gəlmələr arasında işçiyə qoyulan hörmət, fərq, bunları açıq-aydın görmüş oldum. Başqa gələndə əlbəttə ki, çoxlu kultur şoklar yaşadım. Çünki Alman mədəniyyətindən Azərbaycan mədəniyyəti həddindən çox insanların davranışlarında, sonra gündüz gecə həyatlarında çox fərqlər var idi. Yəni əvvəlcə sənə qəribə gəlir, amma ondan sonra insanları qəbul edirsən və maraqlı gəlir sənə. Yəni yeni bir mədəniyyətdir, niyə də yox? Və mənim fikrimcə, əgər sən bu ölkədə yaşamağı seçmisənsə, onların dininə, dilinə və davranışlarına, mentalitetlərinə hörmət etməyə məcburiyyətindəsən. Məcbur deyilsən ki, onu özünə tətbiq edəsən, amma o insana onu hörmət etməyə məcburiyyət. Qeyd elədiyim kimi, burada sənədləşmə işləri çox ağır gedir. Çünki hamısını burada bürokrati çox güclüdür və o qədər uzadırlar. Məsəl üçün mən evlənəndən sonra vizam mənim dəyişməli idi, evlilik vizasına keçirdim. O zaman düzdür karantin də başlamışdı, amma seravno mənim vizamı bunlar 6 ay, o dediyim 6 ay hissələr var. Onların bu 6 ay keçəcək mənim vizam 2 il uzanmış oldu. Düzdür koronavirus araya girdi, amma yenə də bunların o qədər ləng tısbağa yürüşünən şeyləri var. Yəni bu prosedurları eləyirlər. Yəni ki, elə bil mənim nəzərimcə karantin bunlar üçün bir возможность oldu ki, eləsinlər. Biraz da söhbəti uzatsınlar. Yəni daha da belə relakslı işləyirdilər. Və nə vaxt zəng edirdin idarəyə, deyirdilər ki, noch bearbeitung, hələ də işlənilir. Və ondan sonra yeni bir daha da işlər rahatlaşdı. Zəng edirdin, sənin işini görənlə calaşdırmaq üçün deyirdilər ki, sənə 3 gün ərzində zəng eləyəcək. 3 günün tamamında zəng eləyirdi. O da deyirdi ki, hə, işlənir hələ. Yəni ki, hələ gözləsin. Qısaca olaraq bura köçməyi istəyənlər məsləhətim. Məsəl üçün mən əvvəlcədən bilsəydim əgər ingilis dilimi yox, alman dilimi inkişaf elətdirərdim. Ən azından A2, B1 səviyyəsində heç olmasa bura gəlib çıxmış olardım. Çünki almanlar onların dilində danışdığında xoşuna gəlir. Yəni və sən səhvlər etsən belə o səhvləri düzəldirlər. Sənə kömək olmağa çalışırlar. Çünki onlar görürlər ki, sən bunu istəyirsən və onlar özlərinə hörmət kimi onu qəbul edir. Bundan başqa, əgər siz dili bilmirsinizsə, sizdən sosiallaşmaq çətin olacaq. Baxmayaraq ki, burada çox müxtəlif dilli insanlar var. Yəni türkü də var, rusu da var. Amma əgər sən alman dilini öyrənirsənsə, almanla sosiallaşmaq istəyirsən. Əgər dili ləng öyrənirsən, tənbəllik edirsənsə, sosiallaşmaqda səndə problem yaranacaq. Amma onların kulturasına maraqlanırsansa, yəni səni cəlb eləyirsə, çalışırsan ki, dili tez bir zamanda həll eləyəsən. Şəhərə köçərdiniz, Avstriya, Fransa ya da nə bilim Skandinaviya ölkələrindən hansılarına köçərsiniz və sizi
Yəni motivasiya edən nədir? Məsəl üçün məni motivasiya edən təhsil idi, amma gəlib Viyananı görəndən sonra gördüm ki, çox gözəl şəhərdir. Yəni mən burada yaşayaram. Viyanaya qədər bir çox Avropa ölkəsində olmuşdum, amma mənim ruhum bura aiddir deyə biləcəyim şəhərlərdən biri Viyana idi. Ona görə Avstriyada qalmağı seçdim. Bəs sizi nə motivasiya eləyir? Yəni bir şəhərə gedəndə ilk olaraq nəyə baxırsınız? Sizi ora aid olduğunuzu nə hiss elətdirir? Mənim deməli Viyanada yaşayandan sonra son illərdə Venesiyaya gedəndə yayda bir də onda o hiss mənə gəldi ki, hə Venesiyada da mən həyatım boyu yaşayaram. Yəni oranı da çox bəyəndim. Romanı o dərəcədə bəyənməmişdim. Düz Romanın tarixiliyi adamı cəlb eləyir, amma o dərəcədə yəni wow deyildi. Mənim üçün amma Venesiya o bölgə çox belə düşündüm ki, necə gözəldir. Yəni burada da yaşayaram. Və ilk çıxdığım xarici ölkələrdən, şəhərlərdən İstanbulda ilk dəfə o hissi yaşamışdım. Amma o İstanbulun basırıqlığı, indi məsəl üçün gedəndə deyim, İstanbul mənə eləsən cəlb eləmir. Tələsirəm. Avstriyaya, Viyanaya tələsirəm. Elə bil, hətta elə olur ki, через Budapeşt gələm. Budapeştdən sərhədi keçən kimi mənə belə bir rahatlıq gəlir ki, hə, oraya güvəndəyəm, onu hiss eləyirəm. Siz də öz fikirlərinizi şərhlərə yazsanız və suallarınızı versəniz mənə də maraqlı olar. Məsəl üçün, o biri bloklarda baxaram ki, sizə nə maraqlı gəlir, onlar haqqında məlumat verərəm. Mənə dəstək olmaq istəyirsinizsə şərh yazın, videomu bəyənin. İlk vloqlarımdır. İnşallah çox bəyənmiş olarsınız.